Uşaqlar, bugünkü dərsimiz Azərbaycan SSR 2-ci Dünya müharibəsi illərindədir. 1939-cu ilin sentyabrın 1-də Almaniya Polşa üzərinə hücumu ilə müharibə başladı. Müharibənin əvvəlində SSR Almaniya ilə müttəfiq idi. 1939-40-cı illərdə SSR Finlandiya ilə apardığı müharibədə Sovet ordusu müharibədən mühafizəsi zəif olduğu üçün bu müharibədə, yəni o özünü büruzə verirdi. Buna görə də Almaniya müharibənin əvvəlində öz müttəfiq olan SSR-yə qarşı ildırım sürətli müharibə planı olan Barbarossa planını hazırladı. Plana əsasən 1941-ci il iyunun 22-sində Almaniya müharibə elan etmədən SSR üzərinə hücuma keçdi. Almaniya SSR-in hücumu ilə Azərbaycan SSR 2-ci Dünya müharibəsinə cəlb edildi. Azərbaycan SSR-yə ümumi səfərbərlik elan olundu. Plan nə idi? Bakının bombardıman edilməsi, mahiyyəti isə İlk günlərdən Bakı neftinin böyük diqqət mərkəzində olması idi. Müharibədən bir həftə əvvəl SSR ilə Almaniya bir-birinə hücum etməyi haqqında pakt imzalanmışdı. 1939-da bu Molotov-Ribbentrop paktıdır və Fransa və İngiltərəni bu narahat edirdi. Çünki Almaniya Bakı neftinin nəzarəti əldə edə bilsə, Fransa və İngiltərə müharibədə tez məğlub etməsi mümkün olacaqdı. Buna görə də İngiltərə və Fransa Bakı bombardıman zərbəsi endirmək planında hazırlamağa başladılar. Fransa hərbi dairələri 1940-cı ildə Fransa hökumətinin təqdim etdiyi məruzədə qeyd edilir ki, Sovet İttifaqı neftinin 75%-ni Bakı verir. Onu sıradan çıxartmaq lazımdır. Geniş müzakirələrdən sonra İngiltərə və Fransa hökuməti bu qərara gəldilər. Bakıya bombardıman zərbələri endirilsin və əvəzində Bakı nefti Qaradənizdə Almaniya göndərməsi sualtı qayıq vasitəsilə mane olmaq daha əlverişli idi. Bakının bombardıman edilməsi planının dəyişdirilməsində Böyük Britaniyanın hərbi dəniz naziri Winston Churchill və Fransanın generalı Charles de Gaulle mövqeyi müsbət rol oynamışdı. İndi Edelweiss planı var və mahiyyəti nə idi? Almaniyanın Qafqaza hücumu planı idi və 1940-da təsdiq olunan bu plana əsasən Alman qoşunu həmin ilin sentyabrında Bakını zəbt etməli idi. SSR ilə müharibənin ilk aylarında Almanlar sürətlə irəliləyərək böyük ərazilər işğal etməyə başladı. Lakin 1941-ci ilin qışında Moskva döyüşündə məğlub olan faşist ordusu məğlub edilməzliyi haqqında əfsanələrə son qoydu. Moskva yaxınlığında məğlubiyyətdən sonra Alman ordusunun yanacaq ehtiyatı tükənmişdi və 1942-ci ildə yeni hərbi kampaniya bərpa etmək üçün Alman yanacaq ehtiyatı lazım idi və Hitlerin fikrincə Qafqazın neft mərkəzini tutması Sovet İttifaqı üzərində qələbənin açarı rolunu oynayırdı. Buna görə də 1942-ci ilin yazında hərbi kampaniyalar əsas istiqaməti isə Qafqaz, SSR-in əsas neft mərkəzi olan Bakı, Qrozno və Maykopu ələ keçirmək idi. Belə ki, 1942-ci ilin yayında Almaniya əsas hücumlarını Stalingrad Qafqaz istiqamətinə yönəltdi. Bu plana görə də həmin ilin sentyabrında Alman ordusu Qafqazdan keçərək İran-İraq ərazilərini Bağdad üzərinə hücuma davam etdirməli və Hindistanı zəbt etməli idi. Bu zaman Stalingrad şəhəri üzərində hücum etmiş Alman qoşunlarının məqsədi Volqa, Xəzər yolu, su yolunu tutaraq Sovet ordusunun Qafqazın neft mərkəzi ilə əlaqəsini kəsmək idi. Yəni 1942-ci ildə faşistlər yay hərbi kampaniyanın məqsədi Stalingradı tutması deyil, Qafqazın nefti idi. Buna görə də Stalingrad döyüşəsində neft uğrunda böyük döyüş adlanırdı. Belə ki, Edelweiss planına uyğun olaraq 1942-ci ilin yayında Almanlar Qafqaz üzərinə hücuma başladılar. Alman qoşunları Qafqaz üzərinə hücum edən Sovet rəhbərliyi Bakı müdafiəsi üçün həmin ildə xüsusi qərar vermişdi. Cənubi Qafqaz Respublikasına hərbi vəziyyət elan olunmuşdu. Qafqaz uğrunda döyüşdə Stalingrad müdafiə edən Sovet ordusunun böyük kömək idi və Stalingrad uğrunda əks hücumlar əsasən bu zəmində yaradılmışdı. Başlamışdı. Almaniya ordusunun böyük bir hissəsi Stalingradı mühasirə düşürərək təslim olmasını istərdi. Yalnız bundan sonra Almanlar Qafqaz hücumu dayandırdılar. Yəni mühasirə onlar üçün uğursuz olmuşdu. 1943-cü il əvvəlində Sovet ordusu Şimali Qafqaza hücuma keçdi. Bu əks hücumda Azərbaycanın milli diviziyaları da böyük döyüş fəaliyyəti göstərirdilər. Azərbaycanlı döyüşçülər müharibə illərində və kimdir bunlar haqqında bir məlumat verək, diviziyalar haqqında məlumat verək. Cəbhəyə Cənubi Qafqaz Respublikaları arasında daha çox adam Azərbaycandan getmiş, lakin bəzi hallarda Azərbaycanlılar olduqları üçün onlar bəzi ayrı seçkiliyə məruz qalırdılar və onların qəhrəmanlıqları layiqincə qiymətləndirilmirdi. Bununla belə döyüşlərdə Heybət Heybətov, Mahmud Əbilov, Hacı Baba Zeynalov, Tərlan Yarbəyov, Alim Abbasov kimi hərbi sərkərdəliklərini sübut edərək general-mayor rütbəsini də almışlar. İkinci Dünya müharibəsində göstəricilərə şücaətə görə Azərbaycan SSR-dən 120-dən çox vətəndaşı Sovet İttifaqı qəhrəmanı ordena tərtib edilmiş və onların 42-si Azərbaycanlı olmuş. Ümumiyyətlə 1941 və 45-ci ildə Azərbaycandan orduya ön və arxa cəbhəyə 700 mindən çox adam getmiş və onların çoxu geri qayıtmamışdı. İndi milli diviziyalara baxaq. 40 və 42-ci illərdə Azərbaycanda 223, 271, 402, 416 diviziyalar təşkil edilmiş və 77-ci diviziya yenidən komplektləşdirilmişdi, yenidən düzəldilmişdi. Azərbaycan diviziyaları ruslar, ermənilər, tatarlar da xidmət edirdi. Azərbaycanlıların müharibəyə səfərbərliyi təkcə Azərbaycan SSR deyil, qonşu respublikalarda, yəni Ermənistan SSR, Gürcüstan SSR, Dağıstan, Muxtar Sovet Sosialist Respublikasında da aparılırdı. Müharibənin Azərbaycanlılar haqqında ilk xəbərlər Belarusiyanın Brest qalası ətrafında müharibədən gəldi. Müharibəyə ilk dəqiqələrdə faşist orduların baskınları məruz qalmış və Brest qalası müdafiəsində 40-dan çox Azərbaycanlı iştirak etmişdi. İndi diviziyalara baxaq. İlk diviziyamız 77-ci diviziyadır. Yaranması 1920-ci ildir. Fəaliyyəti isə ilk milli diviziya olması idi. 1938-ci ildə SSR-də bütün milli diviziyalar ləğv olunan zaman o da ləğv edilmiş və 1941-ci ildə yenidən bərpa olunmuşdu. Qafqaz müharibəsində hərbi əməliyyatlarda və Şimali Qafqazın azad edilməsində fəal iştirak etmişdi.
İkinci diviziyamız 402-ci diviziyadır. Yaranması 1941-ci il. Fəaliyyəti Krım, Ukrayna, Litva azad edilməsində fərqlənmiş və Simferopol fəxri diviziyası adını almışdır və qısacası açar söz olaraq kul kimi yadda saxlamaq olar. Üçüncü diviziyamız 223-cü diviziyadır. Yaranması 1941. Fəaliyyəti isə Qafqaz uğrunda döyüşlərdə iştirak etmiş. Təchizatı yaxşı təşkil edilmədiyi üçün heyətin bir hissəsini itirmiş və 416-cı diviziya ilə birləşmişdir. Daha sonraki diviziyamız 416-cı diviziyadır. Yaranması 1942-ci il. Fəaliyyəti Qafqaz uğrunda döyüşlərə başlamış. Qafqazın Ukraynanın 1944-cü Rumıniya, Bulqaristan və Yugoslaviyanın azad olmasına iştirak etmişdir. Belqrad uğrunda döyüşlərdə fəal iştirak etdiyi üçün Belqrad diviziyası adını almışdır. Daha sonraki diviziyamız 471-ci diviziyadır. Yaranması 1942-ci il. Fəaliyyəti Şimali Qafqaz azad edilməsində mühüm rol oynamış. Taqarot şəhəri uğrunda döyüşlərdə fəal iştirak etmiş və adı Taqarot diviziyası adı almışdır. 1945-ci il Almaniyanın paytaxtı Berlinə ilk dəfə daxil olan hərbi hissələrdən biri idi və diviziyanın döyüşləri qələbə bayrağı Berlin Brandenburg qapısını açmışdır və Polşa Ukrayna Çexoslovakiyanın azad olmasında fəal iştirak etdiyi üçün qısaca bunu da puç olaraq yadda saxlamaq olar. Ön cəbhədə fərqlənən Azərbaycanlılar var idi. Bunlar kim idi? İsrafil Məmmədov idi. Baş serjant rütbəsində idi. 1941-ci il dekabrın Novqorod vilayətinin Pustinka kəndi uğrunda gedən döyüşdə göstərdiyi igidliyə görə Sovet qəhrəmanı adına layiq görülən ilk Azərbaycanlı olmuşdur. Sonra Yaqub Quliyev idi, general rütbəsində idi. Moskva uğrunda döyüşlərdə fərqlənmiş Stalingradın Azərbaycanlı qəhrəmanlarından biri idi və 1942-ci ilin dekabrında Stalingrad tərəfindən hücum zamanı həlak olmuşdu. Daha sonra Xıdır Mustafayev var idi, mayor rütbəsində idi. Ukraynanın paytaxtı Kiyev şəhəri döyüşdən azad edilməsi xidmətinə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Adil Quliyev var idi, təyyarəçimiz. Faşistlərin 18 təyyarəsini məhv etmiş və göstərdiyi şüarətə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Qafur Məmmədov var idi, Şimali Qafqaz uğrunda döyüşlərdə şücaət və igidlik göstərmiş, düşmənin xeyli canlı qüvvəsini məhv etmiş və ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Ziya Bünyadov var idi, tanıdığımız tarixçi. Polşa və Çexoslovakiya azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlığı göstərmiş və Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Gəlay Əsədov var idi, Rumuniyada döyüşlər bədənin düşmənin pulemyotuna sipər edərək əməliyyatın uğurlanmasını təşkil etmiş və Sovet İttifaqı qəhrəmanına adına layiq görülmüşdür. Yusif Sadıxov var idi, Berlin uğrunda döyüşlərdə Reichstagın alınmasına güclüyə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Müharibə zamanı partizan dəstələrdə fərqlənən Azərbaycanlılar var idi. Bunlar Vilayət Hüseynov idi. İtaliya faşistlərinin lideri olan Mussolinin həbs edən partizanlardan biri olmuşdur. Cavad Həkimli var idi. 1944-də İtaliya təşkil olunan böyük partizan dəstəsinin komandiri Mehdi Hüseynzadənin komissarı olmuşdur. Onlar İtaliya və Yugoslaviya partizanları ilə birlikdə faşizmə qarşı mübarizə aparmışlar. Mehdi Hüseynzadə var idi, əfsanəvi qəhrəman Mixail kimi tanınırdı. İtaliya və Yugoslaviyada faşizmə qarşı qəhrəmancasına apardığı mübarizə bütün nəsillərə nümunədir. 1944-cü növbəti əməliyyat zamanı həlak olmuş və 1957-ci ildə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş. Uzaq sahillərdəki film isə ona həsr olunmuşdur. Əhmədiyyət Cəbrailov var idi. Fransa faşizmə qarşı müqavimət hərəkatına tarixi şanlı səhifələr yazmış şəxslərdən biridir. Armet Michel təxəllüsü ilə partizanlar arasında tanınmışdı və 1944-cü ildə Fransanın Rodez və Paris şəhərinin azad edilməsində iştirak etmiş. Həmin il avqustunda Paris şəhərinin azad edilməsində münasibətilə keçirilən mitingdə iştirak etmiş və digər Azərbaycanlı Daniel Abdullayev üçün birlikdə ən yüksək rütbəli, Fransanın ən yüksək rütbəli hərbi rütbəsinə mükafatlanmış və yəni hərbi xaç medalı ilə tərtib olmuşdu. Hətta bunlar belə deyək fransız ordusunun başına gəldi parad zamanı. Sonra burada qeyd var. Fransanın hərbi mükafatına layiq görülməsi Əlağa Şıxlinski, Səməh bəy Mehmandarov, Əhmədiyyət Cəbrailov və Daniel Abdullayev üçün oxşar cəhət sayılır. Hədə Aslanov var idi, general. Hərbi müharibələr tarixinin cinahlardan zərbə taktikasının ustası kimi tanınmış sərkərdələrdən olmuşdu. Başçılıq etdiyi xüsusi tank alayı Stalingrad döyüşlərinin bir neçə yaşayış məntəqəsini düşməndən azad etmiş və bu gücdə görə birinci dəfə 1942-ci ildə Sovet İttifaqı qəhrəmanlığına layiq görülmüş və 1944-cü ildəki tank briqadası şəxsən özü igidlik göstərərək Belarus və Baltik ərazilərini işğaldan azad etmiş və ikinci dəfə Sovet İttifaqı qəhrəmanlığı almaq üçün təqdir edilmişdir. Lakin daxildəki düşmənlərin buradakı bəzi saxtakarlıqların nəticəsində bu fərman yalnız 1991-ci ildə imzalanmışdır. İndi isə Moskva döyüşündə fərqlənən Azərbaycanlılara baxaq. Tank komandiri Hədə Aslanov, polkovnik Yaqub Quliyev, snayper Ziba Qəniyeva və təyyarəçi Züleyxa Seyid Məmmədova olmuşdur. Stalingrad döyüşlərində fərqlənən Azərbaycanlılar var idi. Bunlar isə tank komandiri yenə Hədə Aslanov, daha sonra general olmuş Yaqub Quliyev, snayper Ziba Qəniyeva və təyyarəçi Züleyxa Seyid Məmmədova. Faşizm üzərində qələbədə Azərbaycan xalqının böyük rol olmuşdur. Bu həmin dövrdə Azərbaycan isə arxa cəbhədə bütün işlər, hər şey cəbhə üçün, hər şey qələbə üçün şüarı ilə müharibənin taleyinə müharibənin tələblərinə uyğunlaşdırılmışdı. Neft sənayesinə baxsaq isə 1941-45-ci ildə SSR neft sənayesinin hasil etdiyi 110 milyon ton neftin 75 milyon tonu Azərbaycan payına düşürdü. Xəzər dənizində dünyada ilk dəfə neft sistem gəmiləri arxasına bağlanaraq daşınması bu dövrə
aiddir. Buna baxmayaraq Sovet İttifaqı müharibə mühafizəsində əldə etdiyi qələbənin cəhdlərinin yanacağı üçün tələbatın böyük hissəsini təsis edən Bakıya qəhrəman şəhər adını verməmişdi. Sıra istehsalı və nəqliyyata baxsaq isə 1942-ci ilin əvvəlində təyyarə təmir zavodu tikilmiş, 1942-ci ilin sonlarında isə Bakıda 130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal olunurdu. Katyusha reaktiv qurğusu, yəni raketi tank əleyhinə şüşələrə doldurulmuş Molotov kokteyli, yəni yandırıcı qarışıq burada istehsal olundu. SSRİ-də işğal olunmuş, SSRİ-nin işğal olunmuş Qərb Ermənistan əhalisi və sənaye müəssisələri ölkənin şərq bölgələrə, təxsilində Azərbaycanın mühüm tranzit ərazi kimi də istifadə etmişdi. Bakı şəhəri və Bakı limanı SSRİ müttəfiqlərinin hərbi təyinatlı sursatları daşıması üçün mühüm quru və su nəqliyyatı yolu olmuşdur. ABŞ və İngiltərənin SSRİ yardımları İrandan Azərbaycan vasitəsilə daşınır və Azərbaycanın dəmir yolları cəbhəyə yanacaq və döyüş ləvazimatı göndərilirdi. Sosial həyatına baxsaq isə təsərrüfatda cəbhəyə gedənlər, qadınlar və yeniyetmələr əvəz etmiş və 1941-ci ildə Bakıda və Respublikanın digər ərazilərində yaralı döyüşlər müalicəsi üçün onlarla hərbi hospitallar yaradılmışdı. Naxçıvan, Şuşa, Şəki, Hacıkənd, Mərdəkan bu zonada yerləşən sanitar və istirahət evləri hərbi hospitallara çevrilmişdi. Burada təcrübəli həkimlər çalışırdı. Müharibə dövründə elm və mədəniyyətə diqqət edilsə isə Yusif Məmmədəliyevin aviasiya üçün yüksək oktanlı təyyarə benzini hazırlanması və 1945-ci ilin martında Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması bu hadisə elmin inkişafının əsası təkan vermişdi və bunlar hamısı da müharibə dövrünə təsadüf edildi. Sağ tərəfə baxsaq isə biz burada Almaniyanın SSR hücumu istiqamətlərini görürük və Stalingrad döyüşü, məsələn Almanlar artıq Şimali Qafqaza, yəni Gürcüstana yaxınlaşmışdı və bu döyüşdə Stalingrad döyüşü olsun, Moskva döyüşü, daha sonra Stalingrad döyüşündəki Almanların məğlubiyyəti həmin ərazilərin, yəni Azərbaycanı və Şimali Qafqazın işğalı qarşısını almışdı. Bu da müharibədə böyük döyüşlər yaratmışdı və bundan sonra da anti-Hitler koalisiyası üstünlük əldə edərək Almanları məğlub etmiş və ərazilərindən çıxartmışdı. Dərsimiz bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Sizə uğurlar arzulayıram.